Salam əziz şagirdlər. Bugün şükür imtahanı verdi. Hər birinizə yenə də uğurlar arzu edirəm. İnşallah hər şey yaxşı olacaq. Deməli, sualların izahına başlayaq. Birinci sual. Boş stəkana çay sodası töküb üzərinə limon suyu əlavə etdikdə köpüklənmə baş verir. Bu hansı qazın ayrıldığını göstərir. Təbii ki, bu karbon qazının ayrılmasıdır və karbon qazının ayrılmasına görə də orada köpüklənmə baş verir. İkinci, canlı orqanizmlərin kütləsinin təqribən 93%-ni. Biz bilirik ki, canlı orqanizmlərdə ümumiyyətcə ən çox sudur, suyun tərkibində də hidrogendir, bir də oksigendir. Bundan əlavə olaraq da karbohidrat, zülal falan, bunların da ən çox tərkibində olan karbon elementidir. Ona görə 1, 3, 5 doğru cavab olacaqdır. Hansı qazların qarışığı təsvir olunmuşdur? Baxırıq ki, bir dənəsi 3 atomlu molekul, daha doğrusu 4 atomlu molekul formasındadır. 3 dənə ağ rəngdən, belə deyək, bir dənə də orta hissədə verilib. Gəlin bunu belə yazaq. Bir dənə X yazaq ortadakına. Ağlara isə Y formasında yazsaq. Deməli, onda olar birinci birləşməmizin formulu XY3 kimi. Digərində isə 2 dənə eyni elementdən təşkil olunur. Məsələn, ağı Y götürmüşdük. Onda deyərik ki, bu da Y2-dir. Və təbii ki, burada ilə doğru yazıbdır. Amonyak olacaq. Çünki amonyakın formulu NH3-dür. Yəni, burada yazdığımız formula uyğun gəlir. Hidrogen də H2-dir. O da bu yazdığımız formula doğru gəlir. Ona görə B variantı doğru olacaq. Kristallik kükürt və ağ fosfor üçün ümumi olan nədir? Elə formulda doğru yazıbdır. S8P4-dür. Molekulda 4 atom var. Xeyr, birində 4-dür, birində 8-dir. Bu ümumi deyil. Bizdən ümumi olanı istəyir. Adi şəraitdə bərk haldadır. Bəli, hər ikisi bərkdir. İstiliyi yaxşı keçirir. Xeyr, hər ikisi qeyri-metalda istiliyi pis keçirir. Deməli, B variantı doğrudur. A böyük, B böyük, C olarsa burada nəyi verib? Bizə həll olanın maksimal kütləsini veribdir. X hansı maddə ola bilər? Bu zaman deyirik ki, biz A böyük, B böyük, C olarsa, deməli temperatur artdıqca həll olması azalır. Temperatur artanda həll olması azalırsa, bu deməkdir ki, bu qaz halında olan maddədir. Burada da qaz halında azot və karbon qazıdır. Yəni doğru cavab olacaq D variantı. Şirniyyatların alınmasında xəmirlərin şişirdilməsi üçün hansı maddədən istifadə olunur? Təbii ki, çay sodasından. Çünki burada karbon qazı ayrılır, onun hesabına şişmə baş verir. Deməli, bizə PO4 3 mənfi veribdir. Fosforda 15, deməli, nəyini istəyir? Elektron sayını. 15 elektron var. Üzərinə gələk. Bir oksigen atomunda 8 elektron, 4 oksigen atom olduğuna görə 4 vurulsun 8. Üzərində 3 mənfi var. Bu da 3 elektron alıb deməkdir. Deməli, 4, 8, 32, 35, üstə də 15 gəlsə, gedəcək 50. Yəni, doğru cavab olacaq C variantı. Metalların xassələri və istifadə sahələri arasındakı uyğunluğu müəyyən edin. Civədən termometrdən istifadə olunması, bu onun istidən genişlənməsinə əsaslanır. Yəni, A variantı doğrudur. Metallardan müxtəlif formalı əşyaların hazırlanması, bu onun plastiklik xassəsinə əsaslanır. Alüminium naqil kimi istifadə olunması. Alüminiumdan naqil, yəni elektrik cəryanını keçirən naqil kimi istifadə olunması. Bu da elektrik keçiriciliyinə əsaslanır. Wolframdan elektrik lampaların spirinin, bu isə onun yüksək ərimə temperaturuna malik olmasından, yəni çətin əriyən metal kimi istifadə olunur. Amma bu da heç birinə aid deyil. Ona görə olacaqdır 1B, 2C, 3A, bu da doğru variantdır. 9. Hansı duzu kristallaşdırma üsulu ilə, təbii ki, temperatur fərqi olanı kristallaşdırma üsulu ilə ayırırıq. Bu da temperaturdan kəskin həll olması dəyişirsə X maddəsidir. Ona görə bunu ayıra bilərik. Və bunun da səbəbi ondan ibarətdir ki, həll olması temperaturdan kəskin dərəcədə dəyişir. Yəni, kəskin asılıdır. Ona görə elə A variantı doğrudur. Növbəti sual 4. Amonyak molekulunda neçə azot və neçə hidrogen atom var? Amonyak bildiyimiz kimi NH3 yazılır. NH3. Və 4 amonyak molekulu deyirsə, tez qeyd edərik ki, onda burada 4 azot atomu var. 4-ü də 3-ə vurarıq. Çünki 1 amonyak molekulunda 3 hidrogen var. Bu da eləyər 12 hidrogen atomu. Yəni, doğru cavab olar D variantı. Kimyəvi birləşmə və qarışıq üçün Euler-Venn diaqramına əsasən bizdən uyğunluğu müəyyən edir. Burada tez baxarıq. Birinci nə yazır? Fiziki üsullarla tərkib hissələrinə ayrılır. Bu qarışıqlara aiddir. Əmələ gəldikdə başlanğıc maddələr öz xassələrini saxlayır. Yenə qarışıqlara aiddir. Əmələ gətirən elementlər sabit kütlə nisbətində birləşir. Deməli, kimyəvi birləşmədir. Tərkibində ən az 2 müxtəlif atom olur. Bu, həm kimyəvi birləşmə, həm də qarışıq üçün ortaq bir xüsusiyyətdir. Müxtəlif növ atomlardan ibarət olması. Deməli, 1C, 2D, 3AB. Bu da doğrudur. Gözəl.
80 milli suda maksimum 24 qram duz həll olur. Deməli 80 milli suda 24 qram duz həll olubdur. Bunu qeyd etdik bura. Və bizə deyir ki, hansı halda doymuş məhlul əmələ gələr? Gəlin birinci cavabı yoxlayaq. Burada yazıbdır 60-da 18. Tez yazarıq ki, 60 milli suda x qram həll olar. Və bunu hesablasaq, deməli 0-a geçsə 8, 24-də geçsə burada 3 qalsa 3, 6 edəcək 24 qram. Hə, bax, yox, əstəğfurullah. Burada edəcək 18 qram daha doğrusu. 3 dəfə 6, 18 eləyir, üzr sayın. Baxırıq ki, 60 milli suda elə 18 qram suda həll etdikdə yazıbdır. Ona görə deyirik ki, bəli, elə bu variant doğru cavabdır. Çünki biz maksimum həll olan miqdarına əsasən tapdığımız cavab, yəni tapdığımız rəqəmlə uyğun gəlirsə, deməli doymuş məhlul əmələ gətirdi. Amma məsələn bir dənə də 40-ı həll etsək, məsələn 80 milli suda 24 qram həll olursa, 40-da onda yenə x formasında yazsaydik, burada olmalı idi 12 qram. Amma biz baxırıq ki, burada nə qədər əlavə ediblər? Hələ 10 qram əlavə ediblər. Deməli, hələ 2 qram əlavə etməlidirlər ki, doymuş məhlul olsun. Ona görə elə doğru cavab C variantıdır. 70-ci sualda 2 izotop verilib. Hansı say nisbətində təbiətdə sərbəst şəkildə tapılsaydı, bu izotopların orta kütlə ədədi 70, onda 6 olardı. Deməli, yazardıq 70 və x 72. Bilirik ki, təbiətdə yayılma izotoplarının cəmi birlikdə 100% olmalıdır. Əgər birini A faiz qəbul etsək, digərini isə 100 çıxılsın A faiz qəbul edərik. Və sonra isə yazarıq. Deməli, hər birinin kütlə ədədini vurub, yazacam 70, vurulsun A, üzərinə gəlinsin. 100 çıxılsın A, vurulsun 72, bölünsün 100. Və bunu da bərabər edərik. Orta kütlə ədədini 70,6 götürürlər. 70,6-ya. Deməli, bunu buradan hesablasaq. Deməli, 70A üstə gələk. 7200 çıxılsın 72A bərabərdir 7060-a. Buradan deməli, 70A-dan 72-ni çıxsaq, burada qalacaq 2A, mənfi qalır. İndi mən mənfisini sildim. Burada da qalacaq 140. Buradan da A-nı tapsaq olacaqdır 70%. A-nı tapdıq ki 70-dir. A 70-dirsə, digər olacaq 100-dən 70-i çıxacaq, olacaq 30. 70-dən 30 ixtisar geçsə, yəni 70 böl 30, bu da eləyəcək 7-nin 3 nisbəti. Yəni doğru cavab olacaq A variantı, bu da doğrudur. Növbəti sual kağız xromatografiyası zamanı süzgəc kağız üzərində əmələ gətirdiyi görüntü təsvir edilmişdir. Doğru olan ifadələri müəyyən edin. Yazıb ki, Y və T saf maddələrdir. Baxaq, Y-də bir dənə rəng görsənir, T-də də bir rəng görsənir. Deyirik ki, bəli, bu doğrudur. K ən mürəkkəb tərkibə malikdir. Ən mürəkkəb tərkibə malik olanda 3 müxtəlif, daha çox, ən çox belə deyək də rəng görsənməlidir. Baxırıq ki, K-da 2 rəng görsənib deyəsən, 1, bu da 2. Əgər 2 rəngdirsə, bunu indi mən yaxşı görənmədim. Burada nəsə varmı bilmədim. Deyəsən 2 rəngdir. Əgər 2 rəngdirsə, onda ən mürəkkəb tərkibə malik deyil. Çünki ən mürəkkəb tərkibə malik olan onda bu olar. Çünki burada 3 müxtəlif rəng var. Y, Z və T-ni qarışdırdıqda, Y-i, Z-i, bir də T-ni qarışdırdıqda X əmələ gəlir. Baxaq, bu burada var. T-də yaşıl rənglə göstərilibdir. Amma bunu belə çəksək, bu tam uyğun gəlmir. Yox, bu tam uyğun gəlmədi. Çünki burada fərqli rənglərlə göstərilib. Bu yaşıldır, bu bənövşəyi fason bir rəngdir. Rəngləri fərqlidirsə, deməli böyük ehtimal bunların hətəmi də üst-üstə də düşmür yerləri. Ona görə deyərik ki, bu da uyğun gəlməyəcək. T-sinə də baxsaq, Y də buradadır. Yox, uyğun gəlməyəcəkdir. Ona görə bunu da çıxdıq. K və Y-i qarışdırdıqda X əmələ gəlir. K ilə Y, hə, bu olacaqdır. Niyə? Çünki rəngləri eyni veribdir. Rəngləri eynidirsə, eyni maddələrdir. Baxın, burada bu eyni rəng. Bu burada baxın, eyni rəng. Səviyyələri də uyğundur. K-da da bu aşağıda deməli, onda heç nə yoxdur. Y-də bununla eyni olsa, bəli, onda qarışdırsaq düzdür. Eyni maddə əmələ gələ bilər. Ona görə olacaq doğru cavab 1, 4. A və B maddələri üçün hansı ifadələr doğrudur? Burada indi protonu seçmək qaldı. Yəqin bunlar proton olar. 1,
2, 3, 4, 5, 6. Şəkil tam seçilmir. İnşallah 6 olar. 1, 2, 3, 4, 5, 6. Burada da 6 çıxdı. Hər ikisində 6 çıxdısa, elə karbon yazıbdır. Yəqin karbon elementidir. Onda deyərik ki, bunlar izotopdur. Çünki proton sayları bərabərdir. Birinci ifadəmiz doğru. İndi gəlin neytron sayını sayaq. Deməli 1, fərqli rənglə sayaq. 1, 2, 3, 4, 5, 6. Neytron sayı oldu burada 6. Burada neytronu saysaq 1, 2, 3, 4, 5, 6, 7. Bir dənə də burada qaldı 8. Burada da oldu neytron sayı 8. Bizdən kütlə ədədini istəyirdi. Protonunu burada da 6 tapmışdıq. Burada da proton sayı dedik 6'dır. 6 üstə gəl 6. Çünki kütlə ədədini tapmaq üçün protonla neytronu toplamaq lazım. Deməli eləyir 12. Deyərik ki, onda kütlə ədədi A'nın 16'dır. 12'dir daha doğrusu. 6 üstə gəl 8. Bu da eləyir 14. Burada doğru yazıbdır. Deməli A'nın kütlə ədədi B'dən böyükdür ifadəsi artıq yanlışdır. Elektron quruluşları eynidir. Baxırıq. 3 elektron, 3 elektron, 6 dənə elektron var burada. 3 elektron, 3 elektron, 6 dənə də elektron buradadır. Bəli, onda quruluşları da eynidir. Deməli doğru cavab olacaq 2, 3, yəni C variantı. Növbəti sual. Qum daşı və mərmər hansı suxurlara aiddir? Qum daşı bilirik ki, çökmə suxurdur. Mərmər də metamorfik suxurdur. Yəni doğru cavab B variantıdır. 17. Hansı elementlərin simvolu doğrudur? Neon Ne kimi yazılır. Burada N kimi yazılıb. Yəni azot da o səhvdir. Fosfor P kimi yazılır. Amma burada flor yazıb. Səhvdir. Dəmir də Fe yazılır. Ona görə bu ifadəmiz də doğrudur. Yəni olacaq C variantı. Bir neçə fərqli maddənin 100 ml suda otaq temperaturunda həll olunması cədvəldə verilmişdir. Hansı ifadələr doğru deyil? Otaq temperaturunda 200 ml suda 20 qram çay sodası həll olur. Biz baxırıq ki, çay sodası 100 ml suda 10 qram həll olur. Onda tez yazarıq ki, bəs 200 ml-də nə qədər həll olar? Bu da 2 dəfə çox olanda 20 qram edəcək. Baxırıq 20 qram yazıb, deyir onda bu doğrudur. Bizdən doğru deyil istəyir. Eyni şəraitdə həll olması ən yaxşı olan maddə xörək duzudur. Amma biz baxırıq ki, eyni şəraitdə ən çox həll olma 200 qram şəkərə məxsusdur. Ona görə deyirik bu səhvdir. Temperatur artdıqda 100 ml suda həll edilən karbon qazının kütləsi 0,2 qramdan çox ola bilməz. Baxırıq ki, karbon qazının 100 ml suda həll olması 0,2-dir. Temperatur artanda da qazın həll olması azaldığına görə deyirik ki, çox ola bilər. Bu səhvdir artıq. Çünki qazın həll olması azalacaq. Yəni 0,2-dən az olmalı idi. Ona görə bu da səhvdir. Otaq temperaturunda 50 ml suda 100 qram şəkər həll olur. Otaq temperaturunda tez baxırıq ki, 100 ml suda 200 qram həll olur. 50-də də x yazsaq, bu da 2 dəfə az olacaq, edəcək 100 qram. Onda deyərik bu ifadə doğrudur. Bizdən doğru deyil istəyir. Ona görə olacaqdır 2, 3 A variantı. Yəni bu ifadəmiz də doğrudur. Kalsium nitrit. Kalsium nitrit, kalsium 3N2 birləşməsidir. Magnezium sulfat. Magnezium sulfatda magnezium SO4'dür. Olan qeyri-metallar bir azotdur, kükürtdür, bir də oksigendir. Azot, oksigen, kükürt. Yəni doğru cavab B variantıdır. 20. Şəkildə X və Y maddələrinin qarşılığını ayırmaq üçün istifadə edilən qurğu verilmişdir. Baxırıq ki, şüşə qırıntısı və ya fraksiya kolonu yoxdur. Deməli, sadə distillə üsuludur. Və tez deyirik ki, doğru, bizdən nə istəyir? Doğru olan ifadələr istəyir. X xörək duzu, Y su ola bilər. X xörək duzu olsa, Y su olacaq. Tamamilə doğrudur. Çünki su buxarlanıb, gəlib kimyəvi stəkana yığılacaq. X etil spirti, Y su ola bilər. Yanlışdır. Çünki etil spirti olsa, bu fraksiyalı distillə olardı. Qurğunun A hissəsində kondensləşmə baş verir. Bu tamamilə doğrudur. Çünki sadə distillədə bir yerdə kondensləşmə baş verirdi. Amma fraksiyalı distillə olsaydı 2 hissədəydi. Bir də fraksiya kolonundaydı. Fraksiyalı distillə qurğusudur. Bu da səhvdir. Bizdən doğru olanı istəyirdi. Olacaq ona görə 1-3 A variantı. Yəni bu da doğrudur. 21. Maddələrin su ilə qarışıq növünü müəyyən edin. Homogen. Homogen olması üçün suda həll olmalıdır. Bir X suda həll olur. Bir də T həll olur. Deməli X ilə T olan cavabdır. Elə bir variant çıxır onsuz da burada. Y-ə emulsiya yazıb baxaq. Y, emulsiya nə idi? Bir-birində həll olmayan maye. Baxırıq mayedir və suda həll olmur. Doğrudur. Z-dəki bərkdir. Suda həll olmur. Deməli suspenziyadır. Ona görə doğru cavab B variantıdır.
Laboratoriyada təhlükəsizlik qaydaları doğru verilmədiyi bəndi müəyyən edin. Heç bir maddənin dadına baxmaq olmaz. Doğrudur. Kimyəvi maddələrlə zəhərlənmə hallarında laboratoriyada tərk etmək olmaz. Səhvdir bu ifadə. Çünki təmiz havaya çıxmaq lazımdır əksinə. Ona görə də bu doğrudur. 23. Boşluqlara uyğun olan ifadələri müəyyən edin. Baxaq. Kristallaşdırma üsulu ilə qarışığını ayrılaq. Kristallaşdırma üsulu ilə təbii ki, kristal hidratı ayıra bilərik. Xörək duzu temperaturdan kəskin dəyişmədiyinə görə ayırmaq olmaz. 1-ə uyğundur A. Durultma üsulu maddələrin sıxlıqları fərqinə əsaslanır. 2-yə də onda uyğundur A. Fraksiyalı distillə qarışıqların ayrılması üçün istifadə olunur. Homogen qarışıqların ayrılması üçün istifadə olunur. Ona görə 3-ə də aiddir B. 1A, 2A, 3B bu ifadəmiz də doğrudur. Bor və karbon atomlarının proton və neytron saylarını müqayisə edin. Baxırıq ki, borda 5 proton var, karbonda 6. Deməli, karbonun proton sayı daha çoxdur. Bu bəndə uyğun gəlir. Və neytron saylarını. Neytron sayını tapmaq üçün kütlə ədədindən proton sayını çıxmaq lazımdır. 11-dən 5 çıxsaq 6, 12-dən 6 çıxsaq 6. Onda deyərik ki, neytron sayları da bərabərdir. Yəni D variantı doğrudur. 25. Hansı ifadələr fraksiyalı distillə prosesinə aiddir? Etil spirtin su ilə qarışığından etil spirtin ayrılması üçün istifadə olunur. Doğrudur. Xörək duzunun su ilə qarışığı bu sadə distillə üçündür. Aşağıdakı qurğuda aparılır. Baxaq. Aşağıdakı qurğu ola bilər. Çünki burada fraksiya kolonu göstərilibdir. Fraksiya kolonu göstərilib. Amma içərisində şüşə qırıntıları varmı? Bax, bunu göstərməyibdir. Burada şüşə qırıntıları yoxdur. Bəlkə də var, şəkildə mən yaxşı görmürəm. Məncə bu fraksiya kolonunu veribsə, bunun içərisində şüşə qırıntıları var. Şüşə qırıntıları varsa əgər aşağıdakı qurğuda aparılır. Onda bu doğru olacaqdır. Bu doğru olacaq. Onda A variantı gələ bilər. Yəni şəkildə yaxşı seçilmir. Bu hissədə nə var? Bu hissədə əgər şüşə qırıntısı varsa, baxın yenə deyirəm. Şüşə qırıntıları. Şüşə qırıntısı varsa, doğru cavab 1-3 olacaqdır. Yəni bu şəkil doğru olacaq onda. Əgər burada şüşə qırıntısını göstərmirsə, onda bir səhv olacaq. D variantı doğru olacaqdır. Yəni 2 variantın ikisində çıxma ehtimalı var. İndi bilmirəm hansında şəkil necə görsənir. Mən buradan şəkili tam aydın görə bilmirəm. Bu sualı da inşallah dəqiqləşdirib rəyin yuxarı hissəsinə sancaqlayaram. Oradan diqqətlə baxarsınız. Hər birinizə uğurlar arzu edirəm uşaqlar. Sağ olun.